Salam dəyərli şagirdlər. Gəlin trigonometrik tənliklərdə bu sualın izahına baxaq. Belə bir qayda var ki, trigonometrik tənliklərdə sinus kvadratı ax üstəgəl kosinus kvadratı bx bərabərdir b olarsa, əgər AB-nin və ya BA-nın böləni olarsa, yəni fərqi yoxdur, istər AB-nin ya da BA-nın böləni olarsa, bu zaman bu tənliyin həlli x bərabərdir pi k bölünsün a üstəgəl b olacaq. İndi baxın, burada bu 3x-dir. Bunun əmsalı, baxın, kosinus kvadratı. Burada x-in əmsalı 1-də. 1 3-ün bölənidir. O zaman bu tənliyin həlli olacaq ki, x bərabərdir pi k bölünsün. Baxın, buradakı x-in əmsalı 3, buradakı x-in əmsalı 1 plus 1 bərabərdir pi k bölünsün 4-ə. K da daxildir z-ə. Cavab pi k bölünsün 4 şəklində olacaq.